o, budan sonra feil gələrsə, vergül qoymayacaq. Kim nə sualına cavab versə də. Sonra feili bağlama gələrsə, məsdər gələrsə, nitq hissələrindən əvəzlik gələrsə, əvəzlik. Sonra bir də köməkçi nitq hissələri, qoşma, bağlayıcı, ədat, bunlar gələrsə vergül olmaz. Yəni, o, budan sonra feil gələrsə vergül olmaz. Feilin içərisində feili bağlama məsdər daxildir. Feil gələrsə olmaz. Nitq hissələrindən, əsas nitq hissələrindən əvəzlik gələrsə vergül olmaz. Zərf gələrsə olar, bilmirəm, bayaqçında zərf yazmışdım ya, yox, zərf gələrsə olar. Əvəzlik gələrsə olmaz, köməkçi nitq hissələri də gələrsə olmaz. Modal sözlə nida ona görə istisna idi ki, onlar cümlənin ortasına gəndə zaten iki tərəfindən vergül qoyulurdu. İndi misal yazaq, o getdi. Baxıram, nə etdi? Getdi. Kim o? Kim sualına cavab verdi? Mən baxıram, kimdən sonra hansı nitq hissəsi gəldi, getdi? Feil. Onda vergül olmaz. Deməli, və yaxud buya misal yazım. Bu mənə. Baxaq, bu mənə. Kiməm? Mənəm. Kim? Bu. Mübtəda yerindədir. Özündən sonra nə gəldi? Əvəzlik gələrsə vergül, bəli, vergül olmaz. Yəni, kim nə sualına cavab versə də, feil gələrsə, əvəzlik gələrsə, bir də köməkçi nitq hissələri gələrsə qoymaz. Feili bağlama məsdər zaten feil sayılır, bunu bilirik. Feili sifət istisna idi. Belə, o ki, oxumur. Burada heç düşünmədən qoymayacaqsınız. Çünki ki nədir? Köməkçi nitq hissəsi də ədatdır. Deməli, kim sualına cavab versə də qoymayacaq. Belə, o, bu, necə, nə cür, hansı sualına cavab versə ümumiyyətlə qoymayacaqsınız. Yəni, orada baxmayacaqsan ki, özündən sonra nə gəlir. Bəzən baxırlar, nəyə fikirləşirsən, bəzən fikirləşirlər. Məsələn, deyirəm ki, o kitab maraqlıdır. Maraqlıdır. Sual verdim, hansı kitab? Qoymayacaq. Mən niyə fikirləşim ki, özündən sonra isim gəlir, gəlmir? Hansı sualına cavab versə, zaten qoyulmur. Deyirəm ki, bu uşaq ağıllıdır. Hansı uşaq? Qoyulmur. Nə olsun özündən sonra isim gəlir? Mən o zaman vergül söhbətinə baxacam ki, kim nə sualına cavab versə, onda baxacam özündən sonra nə gəlir. Bildikmi? Bu qədər asan.